Salam uşaqlar, bugün biz 3 nöqtə mövzusu daxilində bir neçə tapşırığa nəzər salacağıq. Elə isə gəlin A tapşırığına baxaq. Fərqləndirilmiş ifadələri sual sözləri ilə əvəz edərək sual cümlələri yaz. Birinciyə diqqət edək. 5-ci siniflər teatra gedirlər. Gəlin, diqqət edək cümləyə və fərqləndirilmiş sözə. Burada fərqləndirilmiş söz teatra. İndi isə gəlin həmin sözə sual sözü tapaq. 5-ci siniflər haraya gedirlər? İkinciyə baxaq. Babam səhər kəndə getdi. Səhər sözü fərqləndirilmişdir. Babam nə zaman kəndə getdi? Üçüncü, o dostu ilə görüşmək üçün gəlmişdi. Dostu ilə görüşmək üçün. Düşünək, o nə üçün gəlmişdi? Dördüncü, Elçinin qardaşı müsabiqənin qalibi oldu. Elçinin qardaşı. Kim müsabiqənin qalibi oldu? B tapşırığı. Hansı cümlənin sonunda mütləq sual işarəsi olmalıdır? Gəlin cümlələrə nəzər salaq. Günəş parlaq şəkildə işıq saçır. Parkda gəzintiyə çıxmaq istəyirsiniz? Dostumuz bizə gələcək. Səhər yeməyinə nə hazırlamısan? Uşaqlar, burada mütləq sual işarəsi qoyacağımız cümlə sual sözünün işləndiyi cümlədir. Bu cümlə isə sonuncudur. Səhər yeməyinə nə hazırlamısan? Nə sözü? Sual sözüdür. C tapşırığı. Nöqtələrin yerinə elə söz yaz ki, cümlə sual ifadə etsin. Bu xəbər doğrudur. A deyəsən, B məgər. Gəlin hər ikisini cümlədə işlədək və uyğun variantı tapaq. Deyəsən bu xəbər doğrudur. Məgər bu xəbər doğrudur? Gördüyümüz kimi sual ifadə etməsi üçün məgər sözü istifadə olunmalıdır. Növbəti, biz də iştirak edək. Məncə biz də iştirak edək. Bəlkə biz də iştirak edək. Bəli uşaqlar, bəlkə işlənməlidir. Bəlkə biz də iştirak edək deyə müraciət olunur. Ona inanmayım. Çünki ona inanmayım. Bəs ona inanmayım. Bəli, bəs işlənəcək. Bəs ona inanmayım. Uşaqlar, bugünkü dərsimiz bu qədər. Sağ olun, növbəti dərslərdə görüşərik.